Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kiprın hökumət başçıları, Türkiyənin vitse-prezidenti, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini və Türk Dövlətləri Təşkilatının baş katibinin iştirak etdiyi Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının Bakı görüşündə iqtisadi əməkdaşlıq sahəsində gələcək hədəflər müəyyənləşdi. Üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi əsas müzakirələrdəndir. Həmçinin ölkələr arasında ortaq iqtisadi layihələrin həyata keçirilməsi gözlənilir. Ötən il Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ümumi ticarət dövriyyəsi 5%'dan çox artmış və rəqəm olaraq bu 7,3 milyard dolları artmışdır. Azərbaycanın üzv dövlətlərə yatırdığı sərmayaların ümumi həcmi isə 21 milyard ABŞ dollarıdır. Lakin mövcud potensialımız qeyd edilən göstəricilərdən qat-qat böyükdür. Görüşdə iqtisadi inteqrasiyanın yeni mərhələsində Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması diqqət yetirilən əsas məsələlərdən idi. Eyni zamanda Transxəzər marşrutunun və Zəngəzur dəhlizinin gələcəkdə regionu Asiya ilə Avropa arasında daha strateji körpüyə çevirəcəyi vurğulandı. Zəngəzur dəhlizi regionda inteqrasiya olunmuş infrastrukturun inkişafına töhfə verəcək. Bu nəqliyyat bağlantısı Çinin Sakit Okean sahillərini Mərkəz Asiya, Xəzər regionu, Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarları ilə birləşdirməyə imkan verəcək. Həmçinin regionda inteqrasiya olunmuş infrastrukturu daha da inkişaf etdirəcək. 2025-ci ildə orta dəhlizlə yük daşımaların həcminin 4,7 milyon tona çatdırılması və 2027-ci ildə isə bu rəqəmin daha 10% artırılması Türk Dövlətləri Təşkilatının yeni hədəflərindəndir. Qəbələ sammitindən sonra yaranan müxtəlif risklər əməkdaşlığın genişləndirilməsinə, həmçinin qarşılıqlı ticarətin və investisiyaların artırılmasına əlavə təkan verib. Bu kontekstdə Türk Dövlətləri Təşkilatının 2027-2031-ci illər üçün yeni inkişaf strategiyasının hazırlanması aktual vəzifəyə çevrilib. Türk Devletleri Teşkilatı'nın bu zamana kadar göstermiş olduğu inkişaf, gelişme, işbirliği alanındaki derinleştirme çalışmaları gözden geçirildi. Ticaret, ekonomi ve yatırım alanındaki yeni projeler üzerinde fikir teatisinde, görüş alışverişinde bulunuldu. Bunlar çok önemli. Orta koridorun her anlamda artan rolü ve Orta Koridor'un temel bileşeni olarak da Türk Devletleri Teşkilatı'nın giderek uluslararası sistemde artan stratejik önemi üzerinde duruldu. Beləliklə, 58 istiqaməti əhatə edən yeni platforma sadəcə dialoq deyil, real iqtisadi nəticələr yaradan güclü əməkdaşlıq mexanizminə çevrilir. Fidan Mahmudova, Emin Əhmədzadə, Vahab İmanzadə, Könül Məmmədova, ASTV Xəbər.